nəsihətlərinin qımmeti. Davud padişahının oğlu, İsrail padişahı Süleymanın pənd nəsihətləri. Bu pənd nəsihətlər danalıq və təlim-tərbiyəyə ega qılar seni. Yeşər ibrətlik sözlərinin çonqur mənasını. Tərbiyələr seni aqlanalıq bilən yaşaşqa. Haqqani, adil və dürüst boluşqa. Aqıllıq qılar sadda adamlarını. Bilimlik və pənd-pərəsətlik qılar yaşlarını. Anlap bularını danalar texmu dana bolsun. Zirəklər aqılanı məsləhətə erişsin. Düşəngili bolar bu pənd nəsihətlərinin aqliyə sözlərini, təmsillərini, danışmalarının hikmətləri və tipişmaqlarını. Pərverdigardan əyminiş, aqıl idrəkinin başlanışıdır. Axmaqlar danalıq və təlim-tərbiyəni kamsıdıdır. Yaşlığa nəsihət. Ey oğlum, tərbiyəsiga qulaq sal atanın, təlimiga beparvarlıq qılma ananın. Ularının təlim-tərbiyəsi beşinqi taqalğan tacıdır. Boynunda esılğan altın zəncirdir. Ey oğlum, əgər seni günahkarlar azdırsa, əgəşmegin ularga. Əgər ular kəl bizge qoşul, qapqan quraylı can elişqa, birər begunani səbəbsizli paylap turaylı tutuşqa. Ölüklər makanidək tirik jutaylı biz günahsızlarını. Görgü düşüp ketkendek yoktaylı o sağlam adamlarını. Tartıp alaylı şuça xılmı-xıl qimmetlik mal dünyanı. Alğan olcu bilen tolturaylı öylerimizni. Bizge şerik bol, tapqınımız ortak bolsun deysin o. Ey oğlum, yoluğa kirme ularının. Basma bir qadam mı? Çünkü etişidi ular özlerine yamanlıqqa. Aldırışıdı hem kan töküşke. Kuş tuyup kalganda tor yeyiş bekar avarçılıktır. Lekin şu yamanlar del öz-özge əcellik qapqan koydu. Öz cenini halak kılıdığan oruk olaydı. Haram mal dünyaga amrak adamlarının akıbeti şu ki, alıdı bu haram mal dünya ularının cenini. Danalıqның agaklandırışı. Danalık çakırmakta koçlarda, avazı yağırmakta bazarlarda, ündümekte avat caylarda, vəz etməkdə şəhər dərvazlarının aldıda. Ey nadanlar, qaçanlıca nadanlıqda jürislər. Ey mazaqçılar, qaçanlıca mazaq qılışdın bözür alıslar. Ey aqılsızlar, qaçanlıca bilimdin nəfrətlinislər. Tənqidlərimge qulaq salğan bolsanlar, sizlərge töküp berettim qalbimdikini. Sizlər bilən ortaqlaşatdım oy fikirlərimni. Lekin meni rədd qıldınlar çaqırğınımda. Hiç qaysınlar etibar vermedinlar qolumni uzatqınımda. Pərva qılmıdınlar nəsihətlərimnin heç qaysısıga. Xalımıdınlar qulaq selişni tənqidlərimge. Şuna külümən balayı apətke yolup qınınlarda. Sizlərni məskır qılımən vəhimige düşkününlarda. Borandak kelgen vəhimide qalğınınlarda. Balayı apət quyundak yetip kelgenide. Azap ve kaygı sizlerni mubtulu kılgınıda. Çakırısılar yavurup şu çağ meni, lekin vermezmen sizlerge cevap. Her kança izdisanlarını tapalmaysılar meni. Çünkü nefretlendinlar sizler bilimdin. Tallımıdınlar ayminişni Xudadın. Qobul kılmıdınlar menin nesihatlerimni. Mənsitmidinlar barlıq tənqidlerimni. Şuna sizler öz beşinlarını yeysizler. Özanlar kolğan orğa özanlar düşsizler. Berhaq öz cenini halak kılıdı nadanlar, meni rədd qılğanlıqdın. Özlerini halak kılıdı aqılsızlar, beğəmligidin. Bırak mamı qulaq sağala, aman isen yaşaydı. Yamanlıqның vəhimisidin xali qadircan boludu.